Hər vaxtınız xeyir, əziz şagirdlər. Bayaq dediyim kimi 2018-ci ildə olan bəzi suallara baxaq. Hansılar ki, bunlar da böyük ehtimal bu il düşə bilər, ikinci şans imtahanında. Bundan əvvəl isə 2020-ci ildə düşən bəzi suallara baxdıq. Onlar əvvəl isə 2017-də. Başlayaq suallara. Deyir, induktivliyi bir Henry olan naqildə yaranan öz-özünə induksiya YHG-nin zamanın asılı qrafiki verilmişdir. 8 saniyə ərzində naqildəki cəryan şiddətinin dəyişməsinin modulunu hesablayın. Bu nə deməkdir? Cəryan şiddətinin dəyişməsinin modulu. Yəni bizdən istəyir ki, delta I bölünsün, delta T-ni tapaq. Biz bilirik ki, delta I bölünsün, delta T bərabərdir. Epsilon I bölünsün, elə. Biz buradan epsilon I-ni tapaq. Epsilon i-ni qrafikdən tapsaq, baxarıq ki, burada olan fiqur düzbucaqlı trapesiyadır. Düzbucaqlı trapesiyanın sahəsi elə epsilon i-yə bərabərdir. Epsilon i bərabərdir. Düzbucaqlı trapesiyanın sahəsinin düsturu nə idi? Kiçik oturacaq, üstə gəl böyük oturacaq, bölünsün 2, vurulsun hündürlük. Burada baxırıq ki, kiçik oturacaq 5 ilə 8 ilə 5 arası, yəni 3. Üstə gəl. Böyük oturacaq 8-dir. Yəni 8 üstə gəl 3 bölünsün 2 vurulsun. Hündürlüyümüz isə bura paraleldir. Yəni 4 bərabərdir. Bu da eləyir 22. Aparıb əvəz etsək, delta I bölünsün delta T bərabər oldu. 22 bölünsün. Bizə də eli verib, induktivliyi verib 1. Yəni elə 22. Y variantı. Baxaq növbəti suala. Bu sual demək olar ki, hər il düşür. Yəni, bu tip suallarda mən niyə bunu seçdim? Çünki burada həm biz F-i tapacağıq, həm T-ni, həm də A-nı. Daha çox düşür ya tək gərilmə, ya tək təcil, ya da qüvvə. Baxaq bizdən nə istəyir? Deyir, ipin gərilmə qüvvəsinin 15 Newton olduğunu bilərək F gərilmə qüvvəsini hesablayın. Aha, birinci təcili tapaq. Təcilin düsturu nə idi? M2 çıxılsın M1 bölünsün. M2 üstə gəl M1 vurulsun J. Aha. M2 M1 nədir? Yəni sol tərəf M1-dir, sağ tərəf M2. M2-miz 3M'dir, çünki sağ tərəfdə 3 dənədir. Çıxılsın M1-imiz sol tərəf 2 dənədir, yəni 2M. Bölünsün bunların cəmi. Vurulsun J. J-ni burada bizə verməyib, amma mən 10 qəbul edirəm, çünki daha rahat olur onda həll. Vurulsun 10. Sürətimiz eləyir M. Məxrəcimiz eləyir 5M, vur 10. M-lər ixtisar gedir. Onu da 5-ə bölürəm 2. Yəni təcilimiz oldu 2. Birinci biz təcili tapdıq. Sonra biz gərilməni tapaq. Yəni T-ni. Baxın, burada bizə istiqamət göstər, F yuxarı qalxır. Yəni bu blok qalxır yuxarı, sağ tərəfdə düşür aşağı. F-in düsturu nədir? Birinci T-ni tapaq, gərilməni. T bərabərdir. T aşağı düşür. Ona görə olur M, J çıxılsına. O da bərabərdir. Bizdən gərilməni verib 15. Biz buradan M-i tapacağıq. İndi M vurulsun, J 10-dur. 10 çıxılsın, A da 2-dir, bərabərdir 15. M vurulsun, 10-dan 2 çıxıram, 8 bərabərdir 15. M-i də tapanda 15 bölünsün 8. Bu da belə qalsın, bölmürəm heç, ehtiyac yoxdur. Daha sonra biz tapaq F-i. Çünki bizdən F soruşur. F bərabərdir. Bura diqqətlə baxsaq, F bizdə 2 dənə M dartır. Ona görə yazırıq F bərabərdir. Yəni 1M yox, 2M. F yuxarı qalxır deyə artıq burada üstə gəlin olacaq. J üstə gəlinsin A. O da bərabərdir. 2 vur. M-i tapmışıq 15 bölünsün 8. Mötərizənin içi olacaq J plus A. J 10 qəbul etmişik. 10 üstə gəl A-da 2 tapmışıq. Alınır 2 vurulsun 15 bölünsün 8 vurulsun 12. Bunlar da ixtisar gedir. Burada olur 4, 4 ilə. Bu ixtisar gedir. 3 cavab olur. 15 vur 3-dən 45. Yəni B variantı. Baxaq növbəti suala.
Bizə deyir, sərbəst elektromaqnit rəqslərinin baş verdiyi rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisinin asılılıq qrafiki verilib. Maqnit sahəsinin enerjisi 120 joule olanda elektrik sahəsinin enerjisini hesablayın. Belə qrafiklərdə həmişə yadınızda saxlayın. Burada verilən, başqa rənglə eləyək. Burada verilən enerji tam enerjidir. Yəni W tam bərabərdir 180. Maqnitinki, yəni W maqnit bərabərdir 120. Bizdən soruşur elektriki. Düsturu bilirik də biz. W tam bərabərdir. W maqnit üstəgəl W elektrik. Biz buradan elektrikin tapanda tamdan çıxmalıyıq maqnitinkin. O da eləyir 180 çıxılsın 120, yəni 60. Y variantı. Baxaq digər suala və sonuncu sualdır bu. Qapalı qabdakı ideal qazı soyutsaq, onun təzyiqi və sıxlığı necə dəyişər? Belə suallarda uşaqlar çaşır, bilmir izoxordur, izotermikdir, yoxsa izobardır. Yadınızda saxlayın. Qapalı qab deyirsə, bu izoxordur. Yəni izoxor nədir? Rho konstant, sıxlığımız konstantdır, dəyişmir. Qazı soyutsaq, soyutmaq nə deməkdir? Temperaturumuz azalır. Sıxlığı bildik, temperaturu bildik, bizə bir dənə həcm lazımdır. Aha, bizə həcm lazım deyil. Bizə təzyiq lazımdır. Bizdən təzyiqi istəyir. Bilirik ki, təzyiq, temperatur azalırsa, təzyiq də azalacaq. Çünki PV bərabərdir T-dir. PV bərabərdir T-dirsə, T ilə P düz asılıdır. Yəni T azalırsa, P də azalır. Bizdən hansıları soruşur? Təzyiqlə sıxlığı. Sıxlıq dedik, dəyişmədir. Sıxlıq dəyişməz. Səhv etmirəmsə, bir dənə burada sıxlıq dəyişməz. Temperaturda təzyiq də azalar. Yəni B variantı. Bizdən təzyiqlə sıxlıq soruşur. Həcm də dəyişmir. Çünki izoxordur. V-ni də soruşsaydı, o da konstant olacaqdı. Bugünlük bu qədər. Gələn videolarda hansı ildə olan suallara baxmamızı istəyirsinizsə, kommentlərdə yazın və bizə dəstək olmaq üçün videoları bəyənib və paylaşmağı unutmayın.